Əli Kərimli saxlandığı Dövlət Təhlükəsizlik Xidmətindən yeni açıqlama ilə çıxış edib, bu bildirib. Televiziyadan təəssüflə izləyirəm ki, 3 milyon nəfərə qədər işsizi olan, əksəriyyəti yoxsulluqdan əziyyət çəkən Azərbaycan xalqının milyardlarla dollar pulunu xarici ölkələrə sərmayə etmək ona, yəni xalqımıza böyük uğur kimi sırınır. Bu dəfə də Azərbaycan xalqından artırılmış aksiz, vergi, qiymət və cərimələr hesabına toplanmış milyonlar Serbiyanın inkişafına yönəldiləcək. Daha əvvəl həmin o milyardlar çox inkişaf etmiş İtaliyanın, İsrailin, Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatına yönəldilmişdi. Paradoks ondan ibarətdir ki, bugün Azərbaycanın sərmayə qoyduğu ölkələrin iqtisadiyyatı Azərbaycanın iqtisadiyyatından qat-qat çox inkişaf edib. Amma Azərbaycan hakimiyyəti xalqımıza lazım olan iş yerlərini burada açmaq, real iqtisadiyyatı burada yaratmaq əvəzinə ölkənin milyardlarını həmin o inkişaf etmiş dövlətlərə sərmayə kimi qoyur. Bu günlərdə hamımız məyusluq hissi ilə müşahidə etdik ki, ABŞ-ın vitse-prezidenti Vənsin Azərbaycana və Ermənistana səfərinin fərqli nəticələri oldu. Ermənistana səfər zamanı bu ölkəyə təqribən 13 milyard dollara yaxın investisiya qoyulacağı elan olundu. Azərbaycana isə belə konkret investisiya vəd edilmədi. Yəqin ki, bu vəziyyət xalqımızın xeyli hissəsini narahat edir. Azərbaycana niyə belə investisiyalar vəd olunmur? Kənar heç kimdən küsmək lazım deyil. Burada birbaşa səbəbkar Azərbaycan hakimiyyətinin özüdür. Birincisi, xalqı kasıb olan Azərbaycan hakimiyyəti özünü dövlət olaraq zəngin kimi göstərir və bizdən qat-qat güclü iqtisadi olan ölkələrin qarşısında investor kimi davranır. Azərbaycan xalqı xarici ölkələrə milyardlarla dollar sərmayə qoyan, 80-ə qədər ölkəyə yardım edən zəngin kimi göstərilir. Ona görə də heç kimin ağlına gəlmir ki, Azərbaycana sərmayə qoysun. İkinci səbəb də odur ki, Azərbaycanda hüquqsuzluq, repressiya hökm sürür, müstəqil məhkəmə, azad media yoxdur. Bunu dünya da bilir və bilməkdə davam edir. Təsəvvür edin ki, vitse-prezidentin səfəri ərəfəsində dünyanın 8 nüfuzlu media orqanında mənim, jurnalistlərin, başqa ictimai fəalların həbsi, Azərbaycandakı repressiyalar, ölkədəki hüquqsuzluq barədə materiallar yayıldı. Bunlar həm Vensin diqqətinə çatdırıldı, həm də dünyanın. Ölkədəki hüquqsuzluq